videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Değerli izleyiciler, hoş gördük. Her birinizin, her vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, bu günləri Bərdar rayonunun Hanərəb kəndindən bütün vətənpərvər, xeyirxah bacı və qardaşlarımı salamlayıram. Gözəl izleyicilerimiz, TikTok səhifəmizdən bir gözəl qardaşımız 50 manat pul göndərmişdi ki, Xeqani qardaş, o nəhayət nənə üçün aynı ön alıb apararsan, bazarlıq eləyərsən. Çox sağ ol, qardaş. Allah qazancına bərəkət versin. Allah ruzunu, bərəkətini bol eləsin. Və gözəl qardaşım, 35 manatlıq nənəyə ərzaq alıb gətirmişəm. 15 manatlıq da maşınımıza yanacaq vurmuşam. Allah malına, mülkünə bərəkət versin. Allah canını sağ eləsin. Və buradan bir söz vurğuluyum. Səhifəmizdə, TikTok səhifəmizdə yazırlar ki, bu nənədən başqa nənə yoxdur. Gözəl izləyicilərimiz, Allah heç bir evi tək eləməsin. Tək tənha qalan anadır. Yəni, heç bir evladı yox, uşağı yox, bacı yox, qardaşı yox. Tək tənha qalan bir nənədir. Göndərənlər də Allah rızası üçün göndərir. Allah qazancınıza bərəkət versin. Allah canınızı sağ eləsin. Belə sözlər yazmağın vallahi yeri yoxdur. İndi isə gözəl izləyicilərimiz, videomuz davam eləyir. Mən hər bir kəsdən xahiş edirəm. Videomuza baxarkən videomuzu bəyənin, paylaşın. Və bu TikTok səhifəmizdə paylaşdığı kimi YouTube səhifəmizdə də Xeqani Məmmədov yazıb izləyə bilərsiniz. Abunə olun, like verin, xoş sözlər yazın ki, Allah Teala qarşınıza xoş günlər qismət eləsin inşallah. Və bir də bir şey vurğuluyum, gözəl izləyicilərimiz. Tərtərdən bir veteran qardaş mənə müraciət eləyib ki, mənim 4 dənə körpə uşağım var, xahiş edirəm, nə olar, bizə də ərzaq ehtiyacımız var, işləmirik. Yəni, heç bir yerdən gəlir yoxdur. Mən xahiş edirəm bu videomuza baxan bacı və qardaşlarımız, Allaha xatir Qarabağ veteranının, körpə balalarının gəlin qəlbini açaq, sevindirək. Nənəmin saxsağanı qır-qır qırıldayırıq. Nənə! Oy nənə! Nənəm öz nənəm. Pulları çin-çin nənəm, ay nəhayət nənəm, hardasan? Nənəm öz nənəm. Nənən atarsa? Sağlıqdır nənə qurban, sağlıqdır. Salam, xoş gəlmişsən. Sağ ol ay nənə. Xoş gəlmişsən. Sana qurban olum ay qardaş. Ay qolum. Gözlərinə qurban olum. Elə demə nənə. Ay can. Deyirdin şor pendir al, baxamsından almışsın. Almışam mı şor pendirlər? İsti təndir çörəyi, şor pendir. Payınız çox olsun. Allah köməyiniz olsun. Hər vaxtınız xeyir olsun. Sağ ol ay nənə. Nətərsiniz qadan alım. Nənə. Ha can. Bunu TikTok qurban səhifəmizdən, TikTok səhifəmiz sağ ol. Başına dönüm, qardaş payımsan sən mənim. TikTok səhifəmizdən nənə bir qardaşımız pul göndərdi ki, nənəmizə biraz bazarlıq elə apar. Sağ ol, belə Allah köməyin olsun. Sağ ol nənə. Allah belə hamınızı var eləsin. Amin. 1 may bayramınızı təbrik edirəm. Allah əvəzin versin. Amin. Allah qazancınıza bərəkət versin. Amin nənə. Kasıbların Allahı köməyiniz olsun. Amin. Allah balalarınızı sizə doyunca versin. Sağ ol nənə. Hara gedəsiniz, sağ gedin, salamat gəlin. Allahın sözündə, söhbətində olun, Xəqani müəllim. Sağ olun. Allah köməyiniz olsun. Allah ölənizə rəhmət eləsin. Ölenlerine Öpürəm külfətinizin üzündən, öpürəm balalarınızın üzündən. Öpürəm sənin xeyirxah əllərinizdən. Allah belə sizi var eləsin. Allah Sağ belə ol, hamınızı sağ eləsin. Xəqani müəllim. Sağ ol nənə. Nətərsiniz? Balalarınız nətərdir? Qadın Nənə, ol. onu o xala ben niye? Payınız çox olsun. Payınızı Pendir. deyib bax o qəlbidə. Qadan alın. Yağlı pendir de almışam. Hə, laf yaxşı Torda eləmsən, almışam. qadan alın. Hə, belə Pomidor pendir da, xiyar istəyirəm. da, Allah belə badımcandı, köməyin olsun. almadı, Əlləriniz isti var təndir olsun. çörəyidir. Hər şey almışam Xeyirxah nənə. əlləriniz var olsun. Hamınıza qurban olum. Hamınızı nənənizə. Hamınızı çox istəyirəm. Məni heç vaxtı yaddan çıxartmayın. Mən də sizi heç vaxtı yaddan çıxartmayın. Payınızı deyə o qəlbidə. Var olun, sağ olun. Allah balalarınızı sizə göz doyunca versin. Amin. Balalarınızı toy qismət eləsin. Amin. Həmişə xeyir işlərdə olun. Amin.
Ona qorxaladın niyə? Qoyacam nənə qurban. Qoyacam qadanam, qoyacam. Qorxaladın Sənə niyə? qurban olum, ay xəqan. Gözəl izləyicilərimiz, Sənə bax, qurban olum, ay qadan. nənəmizə Ay qadan. gözəl qardaşlarımız, analarımız, bacılarımız kömək elədi. Nənəmizə bax bu ev tikildi. Bax nənə yığıldı bu evə. Bu evdə ən birinci əməyi olan, əziyyəti olan Bərdədən Tural qardaşımızdır. Bax bu evi burada hördürüb, üstün vurdurub. Bax bu işləri görüb. Biz də için remont elədik, çölün remont elədik. Nənəni yığdıq o evə. Amma nənəmiz də qorxuram, o günü çəkilişimdə mən görməmişəm, fikir verməmişəm. Yazıqdılar ki, Xəqani qardaş, o evə bir də girmə. İlan qaçdı ayağının altından. İlan yaxşı adamlara değmir, pis adamlara deyir. Bax, nənəmiz bu evdə yaşayır. Görürsünüz, bax, burada nənəmiz ömrün günü çürüdür. Gör nənəmin nə geçək bağı var. Ha var, yamyaşıllıq deyil. Nənəm, öz nənəm. Ay, mənim pulları çilçin nənəm. İsti təndir çörəyi deyə nənə. Yiyəcəm nənə qurban, yiyəcəm. Qardaş, çox sağ ol. Allah sənin də qazancına bərəkət versin. Ay qardaş. Mənə bir şey maraqlıdır ki, niyə Aslında TikTokda durma, mən ay zanlatsam da gəlib zannımda iştirak eləmirsiniz? Gəlin dəstək olun da, nə olar? Bax, belə insanlara yardım gətirdik də Əllərinizə bizdə. qurban olun. Dəstək əllərinizə qurban olun. Allah əllərinizi var eləsin. Sağ ol, aynen. Allah çörəyinizi yağlı ballı eləsin. Amin, aynen. Bax, bunun pulun qazanan əlləriniz var olsun. Allah qazancınıza bərəkət versin. Amin. Allah balalarınızı saxlasın. Bala baldan şirindir. O Amin. qəşəng balalarınıza, nəvələrinizə qurban olum. Gəlinlərinizə qurban olum, qadan alım. Belə ol, payınız amin. çox olsun. Hamınız mənim qardaş payımsınız, ata payımsınız, ana payımsınız, bacı payımsınız. Hamınıza qurban olum. Elədir. Çox sağ olun. Belə hər vaxtınız xeyir olsun. Hara gedəsiniz, sağ gedin, salamat gəlin. Amin. Allah Amin. Taala sizi qədadan, bəladan uzaq eləsin. Amin nənə, amin. Mənim səsimi Allah eşidir, mənim dualarımı Allah eşidir. Nənə, Hacı, saxsağanın ağarın. sağsan biraz bundan qabaq qırıldıydı. bundan Nənə qabaq. qurban, bax. Dünənlərim Baba balalarınızın canı Sağ ol. balalarınıza qurban olun. Bakıya getmişdim nənə. Xeyir olsun, Gecə nənə, saat qurban. Puğa getmişdim. Elə həmişə xeyir işdə olur. Nə, sənə Gecə qurban olun. saat 3 idi gəldim çıxdım evə. Gəlmisənmi? Şükür. Elə gecə o Gəl. qardaş da Bu orada qapını açan əllərin var olsun. pulu göndərdi ki, nənəmizi apararsan. Elə bir ki nənə. Hacan. Bilirsən nə ağlıma gedir? Ay, sən saxsağanın var iyi. Hə, nənə Sən qurban. saxsağanın birinci gedir, denən hə. Bəli. Getdi, deyib, bax o qardaşın qapısında qırıldıyıb. O qardaş da oradan pul göndərdi mənim kartıma, sonra gəldi bizdə qırıldadı. O qardaşa qurban olum. Qardaş, sənə qurban olum. Məni telefonda görürsən. Görün Həmişə nənə. məni yaddan çıxartmayın. Heç vaxt məni yaddan çıxartmayın. Çıxartmır Mən də nənə. sizi heç vaxt Tez-tez yaddan sən- çıxartmayım. Səni tez-tez gəldik. Allah Teala hamınızı ümid yer eləsin. Amin nənə, amin, amin. Kasıbların Allahı dadınızda dursun. Allah Taala'nın sözündə, qəşəng söhbətində olun. Var Amin, olun, çox amin. sağ olun. Allah belə canınızı sağ eləsin. Sizi Allah Taala var eləsin. Amin nənə, amin. Nənəmin saxsağanını alıb aparayım. Nənə saxsağanını arendiyə vermə adana. Bir 2-3 günlük yaparım, görüm, canlasım, görüm. Orada Yardım dayanmaz. Nənə Qurban. Burada qırıldayan kimi orada dayanmaz. Bilirəm ki, sən gələsən, nənə Qurban. Ay, Səndən başqa heç nənəm, kim nənəm, gəlmir. öz Ata nənəm. payım sana, qardaş. Nənəm, öz nənəm. Səndən başqa heç kim bu qapını açmır. Açan əlləriniz var olsun. Sağ ol nənə. Səni sağ ol. bura göndərən qardaşlara qurban olum. Sağ ol. Xeyirxah əllərinizə mən qurban olum. Elə demə nənə, elə demə. Nənə, Hacan, 3-4 gündən sonra bax bu videomuza baxanların bir dənə yaxşı bir qardaşım bir dənəsi bəli, pul göndərsin denən hə. bəli. Gəl sən aparacağım restorana. Apa nənə qurban. Orada Elə bir qəşəng gün olsun nənə. İsti-isti kebab. Elə bir gün olsun Hə. ay ata. Sənə qurban olum. Ay Xəqani müəllim. Sənin zəhmətin çoxdur. Neçə ildir Sağ sən bu evi tikəndən sən həmişə bu qapıya gəlmisən. Səni bura göndərəndən Allah balalarını saxlasın. Amin, Allah nənə. belə canınızı Nənə saxlasın. yolunuzu qazıq eləyibdilər. Niyə nənə qurban? Bəlkə Asfalt çəkəcəkdilər. Asfalt Asfalt çəkəcək çəkəcəklər. yaman olar. xeyirxah əllərinizə Allah'ım qurban olsun olum. gələ qabaq gələndə bir hardasa bir 40 dəqiqəyə
kəndin o başından düşüb bu başına gəlib çıxırdım asfaltdan. Uzaq yol İndi gəlirsən, nənə saatdan qurban. artıq Qurumtava yolundan gəlirlər ki, gəlib satam. Yollar, Yolda qazıbdılar, şəbə zat tökübdülər. yollar belə haqqdır, Düzəldilər. nənə Allah qurban. dövlətimizi var eləsin. Bizim kəndin də Amin, yolun. nənə qurban, Bizim amin, kəndin də amin. yolun düzəldirlər. Allah Amin, Allah köməyiniz olsun. prezidentimizə dəyməsin. İlham Əliyev cənablarına Allah Boy, dəyməsin. boy. Olmasa Bütün biz bütün yollarımız hamısı qəşəng asfalt olacaq. Bütün Allahın yollarımız köməyinə, işıq nənə olacaq. Allah dövlətimizi var eləsin. Allah Allah belə xalqımızı var köməyiniz eləsin. olsun. Danış nənə qurban, danış. Nənəm. Mən nənə sizə qurban, hamınıza qurban olum. Nənəm. Nənəm senin mənim. Hamınıza, nənəm. hamınıza Pulları çin-çin nənənizə. nənəm. Pulları çin-çin nənəm. Hamınızın zəhmətiniz çoxdur. Hamınızın halal çörəyinizi yemişəm. Sağ ol, halal çörəyinizi xoşun Allah var olsun eləsin. nənə, Halal xoşun olsun. Xuday bəndə aləmdən istəmişəm. Hara gedəsiz, sağ gedin, salamat Amin, gəlin. Amin ay Allah. Bizim mənim amin. dualarım budur. Heç kimlə işim yoxdur. İşim sizlə ki, mən sizin hamınızı çox istəyirəm. Sağ ol nənə. Hamınızı Sağ ol. Allah Taala var eləsin. Hamı da səni çox istəyir. Allah nənə. Taala hamınızı ümid yer eləsin. Ümid yer. Nənə, Bəli. elə nənə qoy belə bir söz deyim. Elə sənin öz sözün olması. Sağ olaşaqmı? Sağ olasın nənə qurban. Hamınızı öpürəm. Nənəm zəng eləyir birdən danışırıq belə. Sağ olaşaqmı deyirəm mənə. Nənə qurban. Yaxşı yol Sağ ol nənə nənə. qurban. Yolum Sağlıqla uzaktı, gedin. gedim. Öpürəm hamınızı. Sağ ol, Hamınızı sağ ol çox nənə, istəyirəm. sağ ol Yaxşı yol qadınam, nənə sağ ol, qurban. sağ ol. Yaxşı yol. Sağ ol ay nənə. Sağ ol qardaş, sənin də Allah qazancını bərəkət versin, Allah canını sağ eləsin. Nənənin ki bu qəlbin açıb, nənəni ki belə sevindirirsən. Allah malına, mülkünə bərəkət versin. Allah canını sağ eləsin, Allah ruzi bərəkətini bol eləsin. Allah xalqımızı var eləsin və gözə görünməz Allah Taala məni istəyən dostlarımı, qardaşlarımı, analarımı, bacılarımı, ikiyüzlü insanlardan uzaq eləsin. Oturam hamınızı bir balaca qardaşınız kimi çəkilişimiz yekunlaşdı.